Radyo Yeşil Karadeniz. Sevgili dinleyiciler, sevgili dostlar, yürekten kocaman sımsıcak bir merhaba ile Kayseri merkezden yayınımızı açıyoruz. Efendim, Radyo Yeşil Karadeniz'i dinlemektesiniz şu anda. Bugün saatlerimiz şu an itibariyle 21'i göstermeye başladı. Bugün çok özel bir konuğumuz var. Hani hep bahsediyoruz ya, Karabağ ama neresi Karabağ? Neresidir? Neler döndü bu Karabağ'da? Bizler bu konudaki bilgileri bir uzmandan alalım istedik ve bugün konuğumuz Azerbaycan'dan bir Karabağ gazisi Sayın Eli Atayurt. Hoş geldiniz efendim. Hoş bulduk. Efendim bizler öncelikle şu soruyla başlamak istiyorum. Nasılsınız? Gərbi Azərbaycanda doğdum 1961'de. Evet. Pedagoji təhsil aldım. Rusiyada çalıştım. İndi hal-hazırda Azərbaycandayım. 1992-ci yılda Qarabağa gönüllü vuruşmağa getdim. Fatma Hanım, güzel söylədiniz. Qarabağ neresi? Kimse bilmir Qarabağ neresi. Evet. Herkes bir şeyler söylüyor. Qarabağ, Qarabağda bu oldu, şu oldu. Ama Qarabağın özünün problemi, yaranma nedeni nedir? Evet. Neye göre bütün dünyanın gözü Qarabağ'dadır? Rusya'nın, Amerika'nın, Avrupa'nın. Gelin bakalım, Qarabağ Qafqazlarda merkezde yerleşir. Qarabağ Qafqazların özəyidir. Qarabağda strateji mövqeyi var. Yani Qarabağ vasitəsilə biz Qarabağ kimin əlindədirsə Qafqazı idarə edə bilir. Qarabağ birinci növbədə Türkiyəyə qarşı qoyulmuş bir məsələdir. Azərbaycana qarşı qoyulmuş bir məsələdir. Türk dünyasına qarşı qoyulmuş bir məsələdir. Evet. Qarabağın problemi təkcə Azərbaycanın deyil, ümumtürk dünyasının problemidir. Qarabağda o problemin yaranmasının nədəni ermənilər göstərilir. Ermənilərin özləri kimdir? Qarabağa nə zaman gəlmişlər? Qarabağda erməni ümumiyyətlə, erməni sindromu nədir? Bütün bu suallara cavab vermək üçün biz əsrin əvvəlinə qədər gedib çıxırıq ki, çox özür dilərim, miladdan öncə də ikinci yüzildə erməni izlərini görə bilirik. Ona kimi erməni heç verili olmamışdır. Ondan sonraki tarixə baxırıq, Qarabağ hansı dövlətlərin, Albaniyanın tərkibində olmuş, Makedoniya İskəndərin ölümündən sonra bilirik ki, Atropatena və Albaniya dövlətləri yarandı. Şimal isə Qafqazlar Albaniyanın idi. Albaniyada Qarabağların adı gedir. Amma orada erməni icması, erməni dövlət haqqında bir şeyler getmir. Sonradan Ağqoyunlar, Qaraqoyunlar dövləti, Səfəvilər dövləti, ondan sonraki xanlıqlar dövründə də hamısında Qarabağ Azərbaycan torpağı kimi gedir. Ermənilərin heç yerdə adı getmir. Mən sizə bir faktı demək istəyirdim ki, mən erməninin özünün kitabında oxuduğum bir faktı deyirəm. Nersesyan deyilən bir professorlarını, onların, profesor doktorun Nersesyan, onların belə bir kitabı var. İstoriya Ermənskого Naroda, erməni millət, erməni xalqının dili, tarixi, çox ediblərin tarixi. Və bu tarixi göstərir ki, erməni Roma imperiyası tərkibində müstəqil dövlətdir. İndi siz bana söyleyin görün, imperiya tərkibində müstəqil dövlət olurmu? 9-cu əsrdə Babəki Səhəl-Sumbat satdı erməni. Böyük paraya satdı. Evet. O həmən paranın müqabilində olar və Bağratidlər dövləti yaratdılar. Bağratidlər dövləti nə idi? Ümumiyyətlə erməninin yaratdığı dövlət şəklində olmamışdı.
kiçik idarəçilik, vassallıq olmuşdur. Yəni Romaya tabe olmuş, Bizansa tabe olmuş, ərəblərə tabe olmuş müəyyən vaxtlarda və ərəblər Azərbaycana müdaxilə etdiyində, işğal etdiyində Azərbaycanı erməni faktorundan istifadə etmişdir. Ermənilər isə fürsətçidir. Baxın, ermənilər ərəblərlə əlbir olmuş Azərbaycana qarşı. Amma ermənilər ərəblərə qarşı da vuruşmuşlar. Məsələn, Göyçə Gölü sahilində bu şeylər, bu izlərə rast gəlirik. Biraz mövzudan uzağa getmək, Qarabağ məsələsinin kökündə dedi ki, erməni sindromu. Ermənilər ora 1800-cü ildən başlayıb gəlməyə və ermənilərin Qarabağda yerləşdirilməsində həmin ərazilərin, yəni Qarabağın Qafqazlarda hegemonluğu saxlamaq üçün Rusiyanın, Amerikanın, İngiltərənin böyük rolu var. Yəni bunlar istərlər ki, orada onların, belə deyək, Türkiyə Azərbaycana qarşı olan bir əl ağacıdır. Yəni bir silah kimi istifadə edir. Erməninin özü də kullanılır, əldə bir, çox özür dilərim, çobanın çomağı kimi kullanılır. Evet. 1805-ci ildə Knyaz Potyomkin Yekaterinaya yazır ki, biz Qarabağda bir Hristiyan dövləti yaratmalıyıq. İkinci bir Hristiyan dövləti yaratmalıyıq. Çünki bu dövlət onlara lazımdır, bugünkü gün üçün. Və bunu sonradan 1828-ci ildə onlar başladılar. Bilirik ki, Ədirnə sazişindən sonra 1828-ci ildə isə Türkmənçay müqaviləsindən sonra rəsmi şəkildə Türkiyədən 80 minə qədər, İrandan 40 minə qədər erməni Qarabağa köçürüldü. Və sonradan, amma hal-hazırda orada 150 min göstərilir. Çünki oradan köçüb gedənlər də oldu, başqa tərəflərə, başqa sahələrə. Amerika çoxu köçüb getdilər onlar. Onlar yəni Qarabağa köçürüldülər və Qarabağın seçilməsi də təsadüfi deyil. Çünki Qarabağda əski Alban Hristiyan izləri vardı. Yəni milliyyətcə türk olan, amma Hristiyanların izləri vardı. Ermənilər gəldi, onlara sahib çıxdılar. Onlar, belə deyək, dırnaq arasında aborigen Qarabağlılar. Və bu Rusiya üçün böyük önəm kəsb eləyirdi. Sonradan Osmanlı imperiyasının zəifləməsindən istifadə edən, daha doğrusu həmin vaxtda müəyyən ərazilərdə idarəçiliyi tam yetirə bilmirdilər. Məsələn, Azərbaycanın özünü işğal etdilər və İranla öz aralarında böldülər. Gördüyümüz kimi, o Türkmənçay müqaviləsi deyil, o Türkmənçay yırtıcılığı idi. Heç bizimkiləri, belə deyək, Abbasula Bakıxanovu ya o birləri, yəni, koridorda buraxdılar, içəriyə belə qoymadılar. Yəni, onlar orada vardı, yoxdur. Ya Gülüstan müqaviləsində də həmçinin, yəni, sonra Kürəkçay müqaviləsi oldu. Adı müqavilə idi bunun. Bu yırtıcılıq idi, Azərbaycanı parçalamaq üçün, yəni ki, diktə idi, ehkamdır, mən deyəndir, budur. Və bu şəkildə Azərbaycan zəbt olundu, Rusiyaya qatıldı. Sonradan bütün bunlar Qafqazlarda hegemonluq üçün, Qafqazlarda öz gücünü, strateji mövqeyini saxlamaq üçün bir vasitədir. Evet. Vasitə idi və bundan da çox gözəl istifadə eləyirdi Rus. İndi bugün bunu sonradan onların sələfləri, onların nəvələri davam elətdirdilər, yəvələri davam elətdirdi. Məsələn, Qarbaçov biz 90-cı illərdə gördük bunu necə elədi. Ona qədər isə olan, Sovet dönəmində olan başçıları da buna çox sadiq olmuşlar və ermənilərlə birlikdə Azərbaycanı həmişə sıxışdırmış və torpaq almışlar. İndi biz Qarabağdan danışırıq. Amma bizim o boyda Zəngəzur da getdi, Borçalı da getdi, Dərbənd də getdi. Məsələn, mən hələ Azərbaycanın itirdiyi əraziləri deyirəm. Göyçə də getdi. Yəni ki, Hamamlı, Ağbaba mahalı, bunlar bu saydıqlarım hamısı indiki Ermənistanın ərazisində olan Azərbaycan torpaqlarıdır. Evet. Yəni bu torpaqlar, bunlar getdi. Getdi deyəndə ki, yəni bizim Qərbi Azərbaycan da ora bizim. Ümumiyyətlə, Uluyurt hərəkatı qalxmalıdır Azərbaycan üçün. Azərbaycan bunları geri qaytarması üçün Uluyurt, yəni bir Qarabağla kifayətlənməməliyik. Bir Qarabağ məsələsi məsələni həll etmir. Evet. Yəni bir Qarabağı aldıq, amma erməni məsələsi bitməyəcək. Erməni məsələsinin bitməsi üçün Erməniyə böyük yumruq lazımdır.
50 milyonluq. Evet. İranla İran Azərbaycanı deyilən ərazidə, Cənubi Azərbaycanda olan Tebriz. Sahədə Güney Cənubi Azerbaycan, Azərbaycanda evet. olan, Güney Azerbaycan'dan bahsediyorsunuz. Güney Azərbaycan, Cənub yəni ki, Güney Azərbaycan demək Evet. istəyirəm. Yəni orada olan bizim 40 min soydaşımızla biz birləşdiyimizdə, bax, onda Qarabağ məsələsi və Erməni məsələsi həll olacaq. Bu Turan hərəkatının başlanğıcı olacaq. Biz demirik ki, bir dövlət quracağıq, silah əlimizə alıb Turanı dağıdacağıq, nə bilim, nə yapacaq, nə edəcək. Amma yəni ki, bir Türk birliği, bir NATO kimi, nə kimi, bu bir tamam başqa bir mövzudur. Başqa bir mövzudur. Amma Uluyurt hərəkatı olmalıdır. Bugün baxın, Doğu Türkistanda deməyə adamın dəhşəti gəlir. Məsələn, bizi dinləyənlər var, mən bilməm bunu, bu sözləri necə dinləyənlər, adamı diri-diri kəsib, restoranlara verirlər. Evet. Yəni ki, o bu gözlərini qorxutmaq üçündür. Tayvandan gətirdilər, qonşu ölkədən gətirdilər, başlarını çuval sağılmış şəkildə. Evet. Yəni, bütün bunların bu vəziyyətdən çıxması üçün Türkiyə ümum Uluyurt hərəkatı lazımdır. Mən nədənsə problemin həllinə getdim, çıxdım, bilmədən də niyə. Amma bu problemi yaradan və biz Azərbaycan Qarabağda təkcə Erməni ilə döyüşmürdü, Rusiya ilə döyüşürdü. Evet. Bu həm mənəvi tərəfindən, həm də maddi tərəfdən də olar. Yəni silah tərəfdən də, bütün kömək tərəfdən də vuruşurdu. Mən 1992-ci ildə Xocalı hadisələri, məlum Xocalı hadisələrindən sonra könüllü olaraq Qarabağa getdi vuruşmağa və orada bizim çox təəssüf ki, bizim Azərbaycan tarixində də bu biraz az yer almışdı. 1992-ci ildə biz Azərbaycan böyük bir hücum təşkil elədi. Az qala gedib Xankəndinə çıxmışdı. Demək, Goranboy Ağdərə əməliyyatı deyirlər ona. Yəni, Goranboy Ağdərə operasyonu. Xəritədə baxın, həmin sahələri biz azad etmişdik 92-ci ildə. Və Ermənidən aldığımız şeylər, mən bunların o tarixin o hissələrini deyil də, məsələn, faktlar demək istəyirəm. Biz Erməninin səngərindən, onların istehkamlarından, onların olduğu odalardan nələr bulduq? İranın istehsalı olan konservalar. Yəni, dinləyən İrandan olanlar, bunu dəqiq yəqin daha xatırlayırlar ki, 90-cı illarda onların fasulya və ətdən ibarət olan konservalar. Aman Allah'ım. Bundan böyük fakt var mı? Məsələn, mən orada ermənilərin odalarından tapdığım küçük battaniyelər deyək, biz adiyal deyək, battaniyelər tapdım. O battaniyelər çocuklar üçün idi. Baxın, 90-cı, 89-cu ildəydi də, demək, o zəlzələni, 88-ci ildə zəlzələni xatırlayın, Evet. Spitakda. Evet. Ora gələn yardımı onlar Qarabağa vermişdilər. Bir də diqqətimi çəkən başqa bir şey, nəsə mövzu buna gəlirsə, qoy davam eləyək belə. Diqqətimi çəkən Fatmanın ikinci bir məsələ oldu. Orada ştab deyərlər bizdə qərargahda olan ermənilərin hərbi biletləri, hərbi sənədlərini mən götürdüm, yəni kəndim oxudum və onların əksəriyyəti Kirabakan, Ağbaba bölgəsindən idi, Lernakan ətrafından idi. Bunun özü tamam bir mövzuda oradan Türk əskərləri keçmişdi. Əslində Ermənidə döyüşkən ruh yoxdur. Bir hissəsi Qarabağda bizimkilər onlara qarışdı. Yəni ki, erməniləşdi, özləri də bilmədən tarixdə qanı qarışdı. Və ikinci bir hadisə isə Türk ordusu geri qayıtdığında Kirabakanda bu hadisə olmuşdu. Və ona görə də bugün üstümüzə gələn həmin onların qanından olandı. Məsələn, bizdə deyərlər ki, erməni qan gördü, qorxdu. Ermənidə döyüşən olmaz. Əslində evet. Erməninin döyüşü döyüş deyil. Onlara kömək edən Rus ordusunun əskərlərini, məsələn, bizim o döyüş bölgəsinə getdikdə yenə mən onu xatırladım orada gedən arkadaşlara. Bir Rus əskəri, erməni tərəfdən bizə vuruşan bir Rus əskəri böyük bir taburun qarşısını almışdı. İnanın, olanı demək lazımdır. Yəni adam 4 silahla vuruşur, bilmirsən orada kimdir, nədir. Və biz o adam bizi 1 saatdan çox qabağımızı kəsdi. Böyük bir 30 nəfərin qabağını saxlayıb. Amma biz onu götürdükdə müəyyən əməliyyat bir keçirdik, operasyon və onu aldıq, diri götürdük. Adam Rus əskəri, onun deməli cebindən annəsinə və nişanlısına deyək, yazdığı məktub vardı. Anasına yazmışdı ki, ana,
Əgər siz radio ilə, televizyonda eşitsəniz ki, biz Hacıkəndi aldıq, xəritədə baxa bilər dinləyən arkadaşlar ki, Hacıkənd hardadır, yəni ki, o mən dediyim sahə hardadır, Ağcakəndin üstündən tutmuşduq həmin adamı. Siz eşitsəniz Hacıkənd deməli, ermənilərin bir planı var ki, Hacıkəndə hücum eləmək. Oranı aldığımızı eşitsəniz, bilin ki, mən milyoner oldum. Yəni, bu cür Rus əskərləri onlarda daha çox idi. Silahla vuruş, deməli, silah sarıdan işlətməyə gələn və ya elə o döyüşün özünün aparılmasında, döyüşün qurulmasında Ruslar çox kömək edirdilər. Fikir verin, Ruslar kömək edir deyirəm. 1805-ci ildə də Ruslar kömək edirdi. 28-ci ildə də Ədirnə sazişini dedik ki, bağladılar. Türkmənistan yırtıcılığında da yenə eynisi Rusların. Amma bu gün nədənsə bizim politikaçılar, mən anlamıram, Qarabağın açarı Rusiyada deyib, Rusiyanın dalınca gedirlər. Rusa qarşı, Rus millətinə qarşı mənim bir yəni pis fikrim yoxdur. Mənim üç Rus annemdən olan qız qardaşlarım var. Amma Rusun politikası, Qafqazda olan politikasına qarşıyım. Evet. Rusun terörüne qarşıyım. Rusun şovinizmine qarşıyım. Millətçilik gözəl şeydir, milləti sevmək. Amma şovinizm böyük. Demək, 28-ci ildə erməniləri köçürdülər Qarabağa. İndi baxın, 28-ci ildə, 1828-dən gedir söhbət. 1828-də Qarabağa köçürüldü. Ermənilərin özləri orada bir abidə qoymuşdular Qarabağda. Marağa 150. Mən onu paylaşdım da. Marağa 150. O 80-ci il hadisələrində o aradan götürüldü. Həmin abidə aradan götürüldü. Bəlkə bir balaca xronikaya baxaq. Ermənilər bayaq qeyd elədik ki, 2-ci əsrdə haradasa görünürlər ki, ermənilər var. 6-7-ci əsrdə ərəblər onlardan istifadə edilər Azərbaycana qarşı. Sonradan onlar özləri də ərəbləri vurdular, Bizansdan birləşdilər. 9-cu əsrdə Babək kimi sərkərdəmizi satdılar. Nədənsə Babək, Türk aləmi Babək yaxşı tanımır. Bugün mən Osman Batır haqqında demişdim ki, Osman Batırın da taleyi onunki kimi olmuşdu. Əl-ayağını kəsib doğrayıb atıblar. Mən çox istəyərdim ki, Türk dünyası bunu öyrənsin, bilsin. Tək dini inancına yapışıb da getməklə deyil. Biz birinci növbədə türkük. Həmin o parayla bayaq qeyd etdik ki, Bağratitlər dövlətini yaratdılar. Ondan sonradan yenə fürsətsizdirlər, sakit dayandılar, gözlədilər. Çünki böyük səbəblər dövləti yarandı. Yəni ona qarşı çıxa bilməzdilər. Yenə çox üzr istəyirəm, quyruq bulayaraq qoltuq altında fırlandılar və səbəblər dövləti dağıldıqdan sonra kiçik xanlıqlar yarandı, Gəncə xanlığı yarandı, Qarabağ xanlığı yarandı. Qarabağ xanlığı və Şuşa salındı. Onda ermənilər harada? 28-ci ildən ora köçürülməyə başladılar. 1828-dən sonra. Bax, faktın biri, dediyimiz kimi ki, o abidənin özünü 150 il. 1978-ci ildə qoyulmuşdu o abidə. Mən onda yadıma gəlir o hadisə, o söhbətlər. Məsələn, bugün Filistin üçün ağlayan Türkiyəyə mənim, nə deyim, ağlamağım gəlir. Axı Fələstində sənin Asalanın mərkəzi yaradıldı 1970. Sayın Gazim, ben de çok ağlıyorum. Filistin deyip de ağlayıp oturanlara çok kızıyorum, çok üzülüyorum ama. Vallahi Kərkük yanında ağlayır, yanır. Türkistan aynen. Orada, Doğu Türkistan orada yanır. Aynen. Bugün də o qonşu ölkəyə qaçan, Tayland'a qaçan mültəciləri geri alamadı. Mən yadıma gəlir haradasa Nurala Göktürk hanımla biz böyük bir kampanya yaptılar. Burada imzalar topladıq Facebook'ta. 224 nəfəri Türkiye'ye alabildik. Peki Eli Bey şöyle bir şey söyleyeyim ben size. Bu konuda şöyle bir şey söyleyeyim. Qarabağ haqqında. Qarabağ məsələsi dedi 28-ci ildə köçürüldülər. 1923-cü ildə Azərbaycanın onda Qarabağ deyilən hissədə ermənilərin yaşadığı isə 5% idi. Evet. 4.4 kvadrat kilometr. Və sonradan digər rayonlarda ora əlavə elədilər və ərazisini genişləndirib 1923-cü ildə 1920-ci ildə bilirik ki, Azərbaycan Rusiya tərəfindən ikinci dəfə işğal olundu. 23 aylıq dövlətimiz bizim çöktü və 1923-cü ildə Qarabağ problemini bizim üçün yenilədilər. Rusiya yenilədi. Və bu hadisələr ermənilər həmişə, mən
Qərbi Azərbaycanda doğdum. Yəni ki, orada bu söhbətləri çox eşidirdik. Onların bizim o zamanlarda bir komünist komsomol vardı. Mən də bir komsomolda çalışırdım. Yəni ki, o mərkəzdə bu adamlara belə bir yaxındır. Ortaokulda oxuduğumuz zamanlarda belə. Onda belə bizə türk deyib söylədilər. Bizi türk deyə görmək belə istəmirdilər. Demək, sonradan 60-cı illərdə yenə müraciət elədilər. Amma demək, mənim yadıma gəlir, Heydər Əliyevə qarşı idilər onlar. Nədən? Kim olur, olsun. Heydər Əliyev yaxşı adamdır, pis adamdır, dəxli yoxdur. Onun yuxarıya getməyinə mane olurdular. Çünki hər halda türkdür. Yuxarıya hər hansı bir türk getməsin. Biz çox gözəl bir, məsələn, bizim şəxsiyyətlərimizə getdi fikrim. Nəriman Nərimanovun özü, komünist olsa da Azərbaycan üçün böyük işlər görmüşdü. Onu da aradan götürdülər. Onu da məsələn ermənilərin əli vardı. Çünki onda onların ələyinə dolaşırdı, orada imkan vermirdi onlara işləməyə. Evet. Demək, bütün bu olaylar hamısı yığıldı, gəldi. Fikir verirsinizmi? Nə qədər problemlər yığılır? Amma evet. Bizə isə elə gəlir ki, hadisələr 87-ci ildə, 88-də oldu. Xeyr. Amma bunlar eradan əvvəldən gəlir. Yəni ki, bu düşünülmüş şəkildə davam olur. Demək, 1987-ci ildə Ağambekyan deyilən onların bir profesor doktoru vardı. Humanite qəzetində çıxış elədi. Və orada göstərdi ki, Ermənistan tərkibinə daxil olmalıdır. Ora Qarabağ, nə bilim, erməni torpağıdır falan filan. Və bunda məsələ qalxdı. Və bunun da orada və həmin məsələlər başladı SSR, Sovetlər miqyasında buna deməli, başladılar müzakirə eləməyə. Bizimkilər buradan, Azərbaycan onda mən görürəm, çox zəif iştirak edirdi. Azərbaycan lobbisi çox zəifdir. Çünki ermənilər mütəşəkkil hazırlaşıblar. Bunu biz indi mən qeyd edəcəm, döyüşlərdə də görürük onları. Döyüş səhnələrində də. Yəni ki, özləri döyüşə bilməsələr də bunları məqsədyönlü şəkildə və həm də fürsətçidirlər. Onlar gördülər ki, Qarbaçovun aşkarlıq deyilən bir proyekti, bir nəsə yeniliyi gəldi. Yenidən qurma. Həmin o yenidən qurma islahatı ilə bağlı bütün ölkədə yadıma gəlir bir kampaniya idi, biz hər şey düzəldirik. Amma əslində bu elə yıxmaq idi. Bundan istifadə edən ermənilər ayağa qalxdılar və Qarabağın Ermənistana birləşməsini tələb etdilər. Və bizimkilər çox zəif cavab verdilər. Bunda məsələn Ağambekyana cavab verən olmadı. Zori Balayan. Zori Balayanın yazdığı Ocaq kitabı vardı. Ay, o adamdan nefret ediyorum. O adamdan var ya, nefret ediyorum. Tüylerim diken diken oluyor o adamın adını duydukça. Baxın, bu adamın adını biz yeni də çəkəcəyik. O Zori Balayanın özü ixtisası həkimdir. Zori Balayanın yəni kiçik bir qəzetədən yuxarıya bir müxbir, mühabir səviyyəsindən yuxarı bir səviyyəsi yoxdur. Amma onu bir problem mi var? Yok, herhangi bir problem yok. Fatma Hanım? Evet, ben buradayım. Ha, tamam, güzel. Demek Zori Balayan eləyən Interpol axtarır adamı. Onu ermənidir. Onun arxasınca gedən ermənidir. Erməni millətidir. Geçenlerde bu Zori Balayan'ın bir videoda kendi sesiyle söylemiş olduğu bir sözü duydum. Evet. Ondan beridir var ya, adamdan nefret ediyorum. Sonradan 89-cu yıllarda demək başladılar. Yəni ki, Qarabağda tatlara çıxdılar, mitinglərə çıxdılar. Bilməm, tələblər qoydular mərkəzi komitəyə, yəni Moskovaya yazdılar, Yerevana yazdılar, nələr istədilər, neylər falan filan. Amma görürdük ki, hərəkət var. Yəni ki, bu qalxırlar, bunlar da nəsə şeylər eləyirlər. İndi görürük ki, o zaman nəsə bunun cavabını verir. Amma baxın, bunlar üçün yuxarıda Rusiya var. Bayaq qeyd etdiyim kimi, Patyomkinin nəvələridir bunlar. Onlar heç vaxtı Qarabağı itirmək istəməz Rus. Ermənini itirmək istəməz. Erməninin nə xristiyanlığına, nə onun alaqaşına, qara gözünə vurulmuyor bu. Nə də onun güya ki, böyük savadına falanına xeyr, elminə falanına deyil. O orada vasitə kimidir Qafqazlarda.
Türkiye'nin karşısında siperdi. Evet. Azərbaycanın qarşısında siperdi. Yeri gəldiyində Qarabağı qaldırıb Azərbaycandan para çəkməkdir. Azərbaycanın malını, mülkünü bugün də aynısı yenə talayırlar. Eyni bir şeydir. Evet. Yəni indi bu politikanın başqa tərəfləridir deyən kimi. Və 89-cu ildə 88-89-cu illərdə bu hadisələrdən sonra Ermənistan ərazisində olan Qərbi Azərbaycandan bizləri Qərbi Azərbaycandan qovdular, çıxartdılar. Çox mütəşəkkil şəkildə noyabr ayının 28-də çıxartdılar. Noyabr ayının 28-də çıxarılan və dekabr ayının aralıq ayı orada, değil mi? Onun Evet. 5-də orada zəlzələ oldu, deprem oldu. Yadınıza gəlirsə, həmin o söhbətlərdə və bizimkilər biraz da sevindilər ki, biz orada nəysə o ərazidə ölənimiz falan olmadı. Amma 200 min qaçqın Bakının küçələrində, sokaklarda düşünün. Aman 200 Allah'ım. min qaçqın buralarda və 200 min erməni Bakıda evində yatır rahat. Və gəlirlər ev dəyişməyə. Ben bunun şahidi oldum. Ev dəyişməyə gəlirlər, amma axşam bu qaçqın adam, yəni oradan qaçaq gəlmiş adam nerede yatmalıdır? O məqrəbası varsa ora, kimlərsə ona sahib çıxarsa ola, adamın parası yox, evi əlindən alınmış, əşyalarını gətirməmiş, bir əlbisəsi ilə sokakta dolaşır ki, bəlkə bir erməni ilə evimi dəyişə bildim. Erməni isə axşam gedir evində yatır. Bu yerli Azərbaycandan olan, Azərbaycan türklərinin, Bakı türklərinin, Bakıdan olanlar bulmaq olurdu mu? Və elə Sumqayıtdan və bundan da ermənilər yandı. İnanın, bu mənim yəni səmimi sözlərimdir. Sumqayıt hadisələrinin başlanmasına və tamamilə həyata keçirilməsinə ermənilərin özləri oldu. Onların Kurunk və Miyatsum dərnəkləri vardı. Və onlar nə zamandan pul yığırdılar? Və o pullarla nə bilim nələr eləyirdilər, nə edirlər? O Kurunqa və Miyatsuma pul, Kurunqa əsas Kurunk təşkilatına pul verməyənləri onları göstərdilər. Özlərindən olan o huligan dəstələri deyək, nə bilim, nə dəstələri deyək, vəhşilər kimi doluşdular, öz ermənilərini qətl etdilər. İnanın, bu mənim səmimi sözlərim. Yəni ki, bunu Sumqayıtdan hadisənin şahidi olanlar bunu təsdiqləyə bilər. Amma çox təəssüf ki, dünya bunu görmür. Mən Rusiyadaydım həmin zamanlarda. Bakıya gəldim, inana bilmədim. Verilişin özündə Hamlet Qriqoryan özü etiraf edir. İki erməni qızı belə göstərdi ki, bizə təcavüz eləyən bu adamıdır. Üzünə durdu. Hamlet Qriqoryan ekstradisiya olundu Ermənistana. Verildi ona. Cəzalandırılmadı da. Yəni ki, bütün bu olayları burada da ermənilər elədi. İkinci bir hadisəni sizə deyim. Türkiyədən qalxan təyyarə, uçaq, Spitaka yardıma gələn uçaq qayaya çırpıldı. Nədən? Bunun nədənini dünya indi də bilmir. Yugoslaviyadan gələn uçaq kazaya uğradı. İkincisi, hərbiçilərlə dolu uçaq kazaya uğradı. Hərbiçilərlə dolu uçaq Azərbaycandan getmişdi ora yardıma. Yugoslaviyadan gələn isə İstanbuldan qalxmışdı. Orada evet. Operatora deyir ki, İstanbuldan gələn uçağı qarşıla. Burada Bakıdan gələn uçağı qarşıla. Yəni ki, onu kabul et. Kabul et sözündə Bakıdan gələndi, İstanbuldan gəldi. Hər ikisinin koordinatlarını səhv verərək divara dağa çırpmışdı. Yəni ki, bu erməni bunu belə qəbul, bu alçaqlığa belə getdilər. Sayın Qazim, 90-cı ildən sonra döyüşlər qızışdı. Yəni ki, döyüşlər artırdı, bu kəndi aldılar, burada hücum elədilər, ermənilər başladılar Qarabağda at oynatmağa. Amma 90-cı ildən öncə, 90-cı ildən 89-cu ilin axırında demək, Bakıdan ermənilər çıxarıldı. Bayaq dediyim kimi, yəni ki, durum çox zor, mümkün deyil. Oradan gələn 200 min qaçqın sokaklarda, buradakı 180 neçə min erməni evində rahat yatır. Nə olmalıdır? Burada toqquşma olmalıdır. Və erməniləri buradan çıxartmağa. Onda bax, Xalq Cəbhəsinin o mütərəqqi qüvvələr vardı. Onlar çox gözəl çalışdılar. Dövlət də müəyyən çox çalışdı. Yəni onların hətta özlərinin üzərindən olan bıçaqları, özlərinin üzərindən olan alətləri belə alıb gələ
Rusiyaya harasa çıxarmağa yardım etdilər. Amma bunu gedib orada alçaqcasına tamam başqa cür verdilər. Onlar bizi döydülər. Kendilərini belə döydü. İnanın, yəni ki bu ermənidə mən inanırım. Ermənidə bu olan bir şeydir. Kendilərinə xəsarət yetirib dedilər ki bizi Bakıda türklər bu gün elədilər. Amma arkadaşlar da söhbət düşdüyündə də söylə ki biz onların bıçaqlarını deyil belə əllərindən aldıq. Yəni kendilərinə xəsarət yetirməsinlər. Yəni erməni budur. 90-cı ildən sonra Qarabağ'da. Qarabağ'da məsələlər biraz da genişlendi. Peki Sayın Gazim, Karabağ meselesine tekrar döneceğiz ama bu arada bir 5 dakika bir müzik arası verelim. Hem sizi de dinlendirmiş olalım. Efendim Huşenk Azeroğlu seslendiriyor. Çok güzel bir Karabağ türküsünü Huşenk Azeroğlu seslendirecek. Azerbaycan Türklerinin benim en çok sevdiğim eserlerden bir tanesi bu eser. Ve sürekli de Radyo Yeşil Karadeniz'de dinlediğinizi dinleyince hemen hatırlayacaksınız. Aa bu eser mi diye. Çok güzel bir Karabağ türküsü. Huşenk Azeroğlu, Azerbaycan Türklerinin Türkiye'de tanınmasına vesile olan sanatçılardan bir tanesinden dinleyeceğiz. Ve bu güzel eserin ardından bizler yine Karabağ meselesiyle birlikte buradayız. Sizler de radyonuzun başından bir yere ayrılmayın. Çıxa, burada gəlir ilk baharın. Sevgilim seyre çıxa, burada gəlir ilk baharın. Gül açsın eşqimizin ən şirin arzuları. Gül açsın eşqimizin ən şirin arzuları. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağın tar kəman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tar kəman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şu gözəli. Bu çəmənlərdə gəzir Vaqifin şu gözəli. Ruhunu buradan alır Natavanın gözəli. Ruhunu buradan alır Natavanın gözəli. Anadır arzuları hər zaman Qarabağ. Danışan dil dodağın tar kəman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzuları hər zaman Qarabağ. Danışan dil dodağın tar kəman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Tərlalarında neçə qəhrəman evladı var. Tərlalarında neçə qəhrəman evladı var. Əməci güllər açan onların dünyadı var. Əməci güllər açan onların dünyadı var. Anadır arzuları hər zaman Qarabağ. Danışan dil dodağın tar kəman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzuları hər zaman Qarabağ. Danışan dil dodağın tar kəman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şu gözəli. Bu çəmənlərdə gəzir Vaqifin şu gözəli. Ruhunu buradan alır Natavanın gözəli. Ruhunu buradan alır Natavanın gözəli. Anadır arzuları hər zaman Qarabağ. Danışan dil dodağın tar kəman Qarabağ.
Qarabağcan Qarabağ ana yurdum. Anadır arzualı her zaman Qarabağ, danışan dil dodağın tar kaman Qarabağ, Qarabağcan Qarabağ ana yurdum. Qarabağcan Qarabağ ana yurdum. Buradan çıkış yok. Radyo Yeşil Karadeniz. Evet sevgili dinleyiciler, Huşen Kazeroğlu'ndan dinledik. Karabağ, Can Karabağ ana yurdum. Ve bu arada Kerkük'ten, Türkmeneli'nin kalbi Kerkük'ten Sayın Gazim size selamlar var. Bizim radyomuzun kadrolu elemanı sevgili Zülfikar Kerküklü, hemen selamlarımı iletir misin lütfen yayındaki konuğumuza demiş. Ve Konya'da Telafer Türklerinden Sayın Ganim Kasaboğlu yazmış. Selamlarını iletmemizi istiyorlar. Aleykümselam, aleykümselam. Bu arada Kanada'dan bir dinleyicimiz yazmış. Sevgili Yılmaz Erol, Türkmeneli'nin sanatçılarından bir tanesi kendisi. Ve çok çok selamlarımı, sevgilerimi iletiyorum. Bir soru yöneltir misiniz demiş. Tabii ki yönelteceğim o sorunuzu. Sizin sorunuza da sıra geldi. Şu an itibarıyla soruyorum sorunuzu eğer dinliyorsanız. Demiş ki Karabağ Savaşı'nda gerek dünya gerekse Türk medyasının tavrı nasıldı? Yanınızda yer alan oldu mu? Demiş. Azerbaycan Türklerinin yanında yer alan oldu mu Türk dünyasından gerekse dünya medyasından demiş. Dünya medyasından çok qəribədir. Mesela Ruslardan da vardı azdı ama Türkiye'den oldu. Türkiye'den çoktu. Türkiye'den evet. Kayda alanlar da oldu. Yani düzdür, ben şəxsən onlarla, mən şəxsimdə onlarla görüşmədim. Ama duyduğumda yani onların Türkiye'den gelip hem destek olduklarını belə gördük. Ama açık bir şey diyeyim ki biz Türkiye'den çok şey gözlüyürdük. Ama bu da bir politika. Belki de Türkiye'nin nəyəsə sürükləmək istəyirdiler. Türkiye düzgün bir mövqe seçti. Vardı, bəli. Qarabağda vardı. Devam edebilir miyim? Tabii ki. Buyurun lütfen. Konuya devam edin. Bu arada sevgili Eluca Atalı, Eli Atayurt'u selamlıyorum buradan demiş. İsveç'ten de selamlar geldi. Güneş olsun, güneş olsun diyeyim. Evet, bu arada İsveç'ten de selamlar geldi. Buyurun lütfen konuya devam edelim. Çünkü bu Karabağ meselesini biz hiç bilmiyormuşuz. Bildiğimizi zannediyormuşuz ama hiç bilmiyormuşuz. Lütfen Karabağ konusuna devam edelim. Şimdi bakın 90'cı yıllardan sonra Azerbaycan'ın dahilinde böyük hadiseler baş verir. Yani burada imperiyadan kurtulmak, Seri dağılır, yani Sovyetler dağılır, her birisi müstəqilliyi almaya çalışır ve bu zaman 20 yanvar hadisesi törədilir Ermənilerde. Bayağı söyledim, bayağı unutma, unutuldu az qala. Ermənilərin Bakıdan çıxarıldığından sonra Bakıda heç bir əsası olmadan kime karşıydı o 20 yanvar olayları? 20 yanvarda bakın onlar Rusçadır bu söz, rezervistler deyirlər. Yani ehtiyatda olan əsgərlərdir. Onlar bilmem nelerdi, uzun saçlı bir şeylerdi. Anlatanlar böyle tamam başkadır. Tanklarla, toplarla onların müdafiə naziri deyirlər. Yani ki bunları mı neleri mi diyeyim yani ona uygun bir tadla Bakü'ye gelip kendisi komanda verdi. Yani hemen bunkerde ben oldum. Burada Bakı yakınlığında özür dilerim. Demek tanklarla elleri alın, armatör götürmüş, ne bileyim ne götürmüş böyle bir şey de ona sokağa çıkmış adamlarla, gül dəstəleriyle sokağa çıkmış adamın ne silah olabilir? Tanka topa ne yapabilirsin? Bununla belə ama qabaqlarına çıxan kimler vardı hamısını əzib tökdülər. Mesela orada qeyri-millətlərdən olanlar bizi dəstəkləyənlər vardı. Bizim özümüzün Salyan kazarmasında elə hadisələr oldu, hələ də açılmadı orada. Yani
Məsələn deyirsiniz, 20 yanvar hadisəsi özü böyük bir veriliş tələb eləyir deməyə. Yəni ki, bir yayın tələb eləyir. Amma bu Qarabağ olaylarında 20 yanvar olaylarını qeyd etmədən, 20 yanvar olaylarına toxunmadan keçmək mümkün deyil. Çünki 20 yanvar olayları Qarabağın davamıdır. Evet. Qarabağda olan ya Sumqayıtın davamıdır. Çünki ermənilər Qarbaçovdan incimişdilər. Çünki ermənilər əvvəlcədən Ağambekyanlar, nə bilim, onların kimləri, orada Sakharovları, Soljenitsinləri ələ almışdılar. Onlar, Soljenitsin yenə yaxşı deyirdi, onların akademiklərini, o biriləri kimləri ələ alıb, orada nüfuzlu dairələrdə Qarabağ sözünü işlədirdilər. Məsələn, belə qeyri başqa bir mənbələrdən eşitdiyimə görə Qarbaçovun ermənilərlə qohumluğu da vardı. Yəni ki, onlardan qız almışdı, nə yapmışdı, nə eləmişdi, belə bir şeylər də deyirlər. Yəni ki, bu ermənilərə tərəf bir adam idi. Evet. Və buna görə ermənilərin könlünü almalı idi. Axı, Sumqayıtda güya, dırnaq arasında Azərbaycan türkləri erməniləri qırmışdılar. Əslində özlərinə qırmışdılar. O da hansı ki, onlara qoşulmayan erməniləri qırmışdılar. Yəni, çox belə vəhşiliklər eləmişdilər onlar Sumqayıtda dəhşət dərəcədə. Anlatanlar deyəndə adamın qanı donur. Və öz millətinə qarşı elədiyi, belə bu lap dəhşətdir. Sonradan 90-cı illərdə, yəni ki, 20 yanvarda buna qarşılıq olaraq ermənilərin könlünü almaq lazım. Onlara nəsə bir şey eləmək. Ona görə başlayıb güllə atılmalı idi, mərmi atılmalı idi. Və erməni və atdı da. Silahsız adamların üzərinə nə qədər o şəhidlər xiyabanı yaradıldı bizdə. Deməli, bundan sonraki özgürlük aldı, yəni ki, Sovetlər dağıldı, özgürlük aldı, amma Qarabağda müharibə davam edir. Qarabağ məsələsi bitmədi, Qarabağda yenə atışmalar var. Erməni orada, erməni tutduğundan əl çəkmir. Yəni ki, çünki erməninin mobil ordusu da var, ona kömək eləyən də var, yardım edən var hər bir tərəfdən. İstər əskəri tərəfdən, istər hərbi tərəfdən, silah tərəfdən, ərzaq tərəfdən, nədən desək. Amma Azərbaycan isə, Azərbaycanın arxasında mənəvi dayaq kimi Türkiyə var, İran, bax burada önemli bir faktı qeyd eləmək istəyirəm. İran Azərbaycana, onda bəzi yoldaşlar deyir ki, İran Azərbaycana yardım etmək istəyirdi. Nə müqabilində yardım etmək istəyirdi bilirsinizmi? Deyirdi ki, Azərbaycan konstitusiyasında, anayasasında yazılsın ki, Azərbaycan Demokratik İslam Respublikası və buna Heydər Əliyev getmədi. Bu sonradan olan olaydı və getmədi. Buna görə də İranın özü Ermənistana çox kömək eləyir. Baxmayaraq ki, Şuşada, məscidə, İslam dövlətinin məscidinə donuz soxurlar, donuz doldururlar, hayvan saxlayırlar. Bunu görə İran onlarla indi Şuşada film çəkir. Nə film çəkir bilmirəm. Demək, biraz da yenə konudan uzaqlaşıram. Yok, lütfen devam edin çünkü siz anlattıkça ben hatırlıyorum. Siz anlattıkça ben babamın bana anlattıklarını hatırlıyorum. Çünkü söylüyordu, Azerbaycan'ı İran'a doğru itekliyorlar. İtekliyorlar Azerbaycan'ı İran'ın kucağına diye. Babam sürekli kızardı. İndi de öyle. Sürekli kızardı. Onları hatırlıyorum siz anlattıkça. 92'ye kadar özünü müdafiə dəstələri deyirdilər. Yəni bir köydə planda bu əli silah tutanlara rəsmi icazə aldılar ki, biz kəndimizi burada bir savunalım. Savunma, gönüllü savunanlar, belə bir şeylər yaratdılar. Kiçik ordu. Sonradan amma 91-ci ilin payızında 2 batalyon yaradıldı, 2 alay yaradıldı və onlar batalyon, alay deyildi, özür dilərim, batalyon yaradıldı və bunlar ilk ordunun təməlini qoydular. Yəni əsaslı şəkildə. Sonradan OMON yaradıldı. Bunun açılışı Ruscadır. Xüsusi təyinatlı, yəni özəl hərəkatçı kimi polis dəstələri deməkdir. Evet. Məsələn, onlar nə qədər qorudular. Sonradan milli ordu, demək, 1900, amma ermənin qabağına salım olmur. Çünki, baxın, əlində kalaş avtomatdan başqa bir şey olmayan adamın üzərinə orduda olanlar bilir, BMP, BTR deyirik, nə bilim, topla, tankla, belə bir döyüş texnikası ilə hücuma keçirlər. Nə edə bilər bu adam?
Yəni ki, özü də çox az bir dəstəklə. Xocalıya təpki gəldilər ki, çıxın deyə. Amma qurulumuz yol vermir, çıxmaq istəmirik. Niyə verək, nədən verək deyə döyüşdülər. Və Xocalıya, baxın, Xocalıya onlar, yəni erkək səsinə girmədilər. Erkək kimi döyüşərək girmədilər. Evet. Onlar, çox özür dilərim burada dediyim bu sözü görə, annələrini, bacılarını, nə bilim kimlərlə, onlarla, ruslarla gedib oturdular, vodka içdilər, yedilər, içdilər, özləri rusları orada qoydular ailələri ilə, oturdular tanklara. Tanklara kendiləri oturdular, Xocalıya hücum yaptılar. Xocalıya gəldikdə tankların əksəriyyətində özləri oturmuşdular, yəni bacaranlar. Amma Rus tankçıları, Rus subayları nə bilim, nerede nələr edirdi. Yəni ki, bunu kendiləri belə anlatırlar. Deyirlər ki, burada bir şey yok ki. Biz olmuz falan filan. Çünkü bir namus olmasa, yani ki ondan ne onur olmasa, ondan ne versen neyse ve Xocalıya hücum ederler. Xocalını anlatmağın özü bayaq dediğim gibi böyük bir yayın ister. Xocalıda 613 nəfəri qətlə yetirdiler. Onlardan 63'ü təkcə çocuk. 25 çocuk her iki valideynini, her iki anne babasını yitirdi. Ve orada olaylar var, adam dəhşətə gəlir. Adam deyir ki, yani o kadrlardan əlavə başka bir şey diyeceğim. Körpə çocuğunla qaçır. 1 yaşında çocuk. Çocuk ağlayır, soyuq, qaranlıq, hər tərəf zülmət. Birdən-birə çıxmış, ayaqqabılarını belə giyə bilməmişlər. Soyuqda gedir, çocuk ağlayır. O biri gəlinlər, yanındakı bayanlar deyir ki, bu çocuğun səsini kəs. Çünki ermənilər bizi tutar. Ya. Çocuğunu boğur öldürür. Boğur. Kendi elleriyle çocuğunu boğur. Aman ve ama Alo, sesimi alabiliyor musunuz? Alo, problem bir şeyler var desen. Sesimi alabiliyor musunuz siz? Evet, şu anda yayında sorun yok. Sesimi alabiliyor musunuz? Neyse, bağlantı mı bozuldu bilmem. Yok, bağlantı sağlam. Bağlantı sağlam. Lütfen devam edin siz. Dinliyor musun? Bir problem yoktu. Evet, devam edin. Ha, tamam. Çocuğu boğur ki, yani ki ermənilər onu duymasın. Ama meyidi atmır. Deyirlər ki, at geçsin daha, adam ölmüş, kendimizi çıkara bilmirik, ne yapalım, ne yiyelim. Deyir ki, yok. Siz inanırsınız mı, həmin çocuk dirildi? Çocuk ölmemişti. O həmin çocuğun indi özü kendisi gəlin göçmüş ve çocukları var, ailesi var. Aman Allah'ım. Karşısında diyelim, burada bizim evimize yakın bir yere gelirler olar. Vallahi önünde baş eylesin. Kendi çocuğunu boğdu ki namusunu korumak için. Ama da çocuk ölmedi. Yani ki böyle olaylar oldu. Ne kadar esir apardılar, ne kadar. Mesela biz dövüşlerde orada 92. yılda bu hadiseleri, bu olayları görənlər də gönüllü olarak gittim. Ve o 92. yılda adını çektiğim Goranboy Ağdərə əməliyyatında oldum. Yani o operasyonda oldu. Bir ana kadar temizledik. Burada da gene rast geldiğim şeyler. Dövüş sahnelerini anlatmayacağım ki böyle vurduk, hele tuttuk. Daha dövüşte çok şeyler olur. Ama orada sahada böyle bir patates sahasında bir erməni qadını əsir aldıq. Yəni ki, adamı atıp getmişlər. Və adama dediğimizde ki,
burada nələr oldu, kimlər vardı, nə etdilər onlar, nə yaptılar, nə etdilər. Adam erməni qadının dediyi söz nədir, bildinizmi? Deyir ki, şərəfsizlər bizi burada qoyub getdilər. Şərəfsizlər deyir, bizi burada buraxdılar. Xocalıdan olan qadınları götürdülər. Bilirsinizmi niyə onları götürdülər? Çünki iz buraxmamaq üçün. İz buraxmamaq üçün. Helikopterə aldılar, amma bizə də mənə erməni bayanı nəyimə gərək? Mən yəni ki, orada vuruşduğumuzda hər yerdə Xocalıdan olanları arayırdı. Məsələn, mən orada Gülüstan kəndi, həmin o mənfur Gülüstan kəndində bizim 1813-cü ildə Gülüstan çay müqaviləsi orada bağlandı. Həmin kəndi, vallahi yakasım gəlirdi yaxdımda. Orada bir evin həyətində, bir evin qabağında deyək də, siz kamyon görmüşsünüzmü? Tır. Evet. Bir tır tutacaq qədər Xocalıdan adam yatacaq, duracaq, alça, palaz, nə bilim mən, qəbən, nələr daşıyıb tökmüşdü. Və inanın, orada adamın, o birini adam onu açıb baxmamışdı. Və mən onun birini açıb, nəysə, uzanıb yatmaq istədim, biraz orada dinlənmək istədi. Arkadaşlar bir şeylər hazırlayır, biz kəndi götürmüşük, kənd bizim əlimizdədir. Almışıq, erməniləri meşəyə qovmuşuq filan. Onda və onun içərisindən belə bir kağız ki, hansısa bir qızdan bacısı, yəni ki, arkadaşı filan kəsə bir hədiyə deyə belə bir yatacaq, duracaq deyilən bir hədiyə vermişdi. Nəysə, belə bu söhbətləri biz ora qədər aldı, sonradan ikinci aşamada deyək də və Ağdərəyə qədər. Ermənilər, kimsə deyirsə ki, ermənilər döyüşmür, döyüşürdülər. Yəni, necə döyüşürdülər? Erməni özü, yəni, Ruslardan mı istifadə edib döyüşürdü, muzlu döyüşçülər, zəncilər vardı. Zənci ilə döyüşdə, mən onu gördüyümdə, yəni, etiraf edim ki, mən düşündüm ki, anam, mən bunu Kaleşin 30 mərmisini buna oturtsam da, bu can verincə, ölüncə mənim üstümə yıxılsa, bu məni öldürər. 2 metr neçə nə qədər boyu vardı adamın. Yəni ki, bu muzlu döyüşçülər onların çoxudur. Sonradan ikinci bir şey ki, Ruslar bizə o qədər silah vermirdilər, amma onlara verirdilər. Cəmi cümlətanı bir uçağımız vardı. Ermənilər bizdən ən çox qorxduqları şey bizim Sovet dönəmində 41-45-də işlədilən Katyuşalar deyirlər. Yəni, reaktiv mərmilərdir. Onlardan çox qorxurdular. Bizimkilər onları çox gözəl kullanırlar. Amma ermənilər də tankın topundan yaxşı işləyərdilər. Biz işləmək deyirdik orada, döyüşlər filan da. Nəysə, 92-ci ildə biz o hadisələrdə, onda hakimiyyətdə də bir dəyişikliklər oldu. Və bu hakimiyyətdəki dəyişikliklər düzdür, orduya təsir elədi. Amma ciddi şəkildə yox. Mən əminəm ki, ciddi şəkildə yox. Yəni ki, onda biz silah atmaq istəyənlər olsa da, amma qarət göstərib geriyə dönüb döyüşə girdik. Yəni, mən burada Mütəllibov və AXCP olaylarını demək istəyirəm. AXC, daha doğrusu, Xaç cəbhəsindən olan olayları, dövlətin başında belə hadisələr oldu burada. Amma sonradan yenə də bir yoluna düşmüşdü. Sonradan nələr oldu bilməm. Yəni ki, biz 92-ci ildə, elə həmin ilin yazında geri döndərdilər bizi. Məsələn, geri qaytardılar. Və döyüş davam eləyirdi. Güya sonralar müəyyən bir şeylər də oldu. Geriyə çəkilmələr. Aldığımız Ağdərəni yenidən geri verdilər. Yəni ki, mən yenə də burada nəyi aldıq, nəyi verdik, bu şeyləri demək deyil. Erməninin xislətini göstərməyə çalışıram ki, erməni kim idi? Baxın, erməni orada özünün qadını buraxır, özünün annəsi mi, kimin mi deyim də, öz bayanı orada buraxır, amma Xocalıdan olanı alır, götürür. Aparır. Sonradan Azərbaycan bir ateşkəs filan, belə bir şeylər bağladılar, neynədilər. Amma ateşkəs olsa da yenə də davam edir. Yenə də döyüş davam eləyir. Döyüş bitməyəcəkdir. Döyüşün bitməsi üçün erməniyə böyük təkmə lazım. Böyük təkmə də 50 milyonluq Azərbaycan dövləti təkməsidir. Bu istəsə də, istəməsə də bu yaranmalıdır.
Evet. Dünyada bir dənə ayrı qalan Azərbaycan türkləridir ki, onların dövləti iki hissəyə parçalanmışdır. Bir hissəsi, əsas çox hissəmiz cənubdadır. Yəni bunu bəlkə də məni dinləyənlər deyər, bunu demə, filan eləmir ki, Fars bunu məndən də gözəl bilir, səndən də gözəl bilir. Və ona görə də sənə qarşıdır. Baxmayaraq ki, sənin dininəndir, din burada heç bir əhəmiyyət kəsb eləmir. Düşmənimin düşməni mənim dostumdur. Prinsipindən istifadə edib, deməli Fars yenə də onu tutacaq. Rus da səndə maraqları, iqtisadi maraqlarıdır, neft marağıdır və buna görə də sənə müəyyən, yəni ki, sən dedikdə mən Azərbaycanı nəzərdə tuturam, müəyyən güzəştlər kimi görünəcək, amma heç vaxt Qarabağı Ermənistana verməyəcək. Burada belə bir şey olayda xatırıma gəlir. Heydər Əliyev əlində çubuqla BMT-nin, Birləşmiş Millətlər Təşkilatının iclasında birinci dəfə onu orada əlində çubuqla coğrafiya dərsi keçir. Ki, bura Qarabağdır, bu hissədir. Mən anlamadım. Yəni ki, BMT-nin nümayəndəsi, BMT-nin əməkdaşı coğrafiyanı elə zəif mi bilir? Heydər Əliyev də bilirdi ki, çox gözəl bilir o. Amma başqa çıxışı yox, onu göstərirdi. İndi burada belə bir şey olur. Deyirik, dünyaya səsimizi çatdırmır. Bax, bu qədər bu şeylər ki, mən konuşdum. Mən danışdığım 100-dən biri, 1000-dən biri deyil də. Bunları biz çatdıra bilmirik. Axı, dünya bizi dinləmir. Dinləmir, heç də dinləməsin. Dünya bizi dinləmir. O dinləməyən dünyanın qabağında türkün əyilməyə, məni dinlə deməyə necə qüruru yol verir? O nə türk oldu? Dünyanın türkü dinləməsi türkə lazımdırmı? Onun minnətlə dinləməsi ona lazımdırmı? Əslində bugün sən dünyanın arxasınca gedirsənsə, dünyanın getdiyi cığırla, yolla gedirsənsə, sən onu ötə bilməzsən. Türkün dünyada tarixən görmüşük ki, Türk dünyaya bayaq dediyimiz kimi ki, yəni ki, haqq ədalət üçün gəldi. Və bütün dırnaq arasında deyirəm, ona qarşı olan xüsusiyyəti bir sifətliyi idi, fədakarlığı idi. Amma Türkün əməti bağışlamırdı. Yenə də bağışlamasın. Amma nədənsə indi elə bir şeylərə o səviyyədə deyil. Bir sifətli idi. Türk heç zaman, Türkdən güclü politikası olmaz. Türkdən biznesmen olmaz. Evet. O boş şeylər. Rockefeller yaranmaz ondan. Amma Türk dünyada haqq ədaləti bərpa etmək üçün yeganə millətdir. Yəni ki, bunu biz Türk olduğumuz üçün demirəm. Çünki Türk hara qılınc çəkibsə tarixdən baxaq. Orada haqq ədaləti bərpa eləməyə çalışır. Amma bir şeydə səhv edib ki, qılınçla haqq ədalət olmur. Haqq ədalətin bərpası üçün, haqq ədalətin olması üçün, yəni ki, anlanması lazım. Qılınçla olanda haqq ədalətə boyun əydim deyə, yəni ki, yalan olmuş olur, rol oynamış olur. Necə ki, adamın özündən başqa heç kimsə qalib gələ bilməz. Evet, Sayın Eli Atayurt, bir müzik arası daha verelim dilerseniz, çünkü yorduk sizi de sürekli olarak soru üzerine yoruyoruz sizi de. Bir müzik arası daha veriyoruz, ardından devam edeceğiz sevgili dostlar. Bu kez Türkiye'nin Ozan Arif'i gelecek mikrofonlarımıza ve Karabağ için yazmış olduğu o güzel destanla konuk oluyor mikrofonlarımıza. Ozan Arif seslendiriyor, ya Karabağ ya ölüm.